Deməli, birinci sualda dövri sistem cədvəlinin müəyyən bir hissəsində yerləşən X, Y, Z elementləri verilmişdir. X-in qısa elektron formulu 2s2 2p1-dir. Əgər X-in qısa elektron formulu 2s2 2p1 olarsa, demək ki, bu X ikinci dövr və üçüncü qrup elementidir. Əgər ikinci dövr üçüncü qrup elementidirsə, deməli, X-in yerləşdiyi qrup nömrəsini artıq tapdıq. Y və Z-in əmələ gətirdiyi birləşmənin molekulunda protonların mol sayını müəyyən edin. Deməli, biz Y və Z-dən birləşmə əmələ gətirməliyik və birləşmənin formulunu tapmalıyıq, indekslər tapmalıyıq. Bunun üçün nə edirik uşaqlar? Deməli, Y neçənci qrupda yerləşəcək? İkinci qrupda, Z isə X-dan sağda, 2 xana sağdadır. Yəni 3, 4, bax bu da 5-ci qrup. Və Y-in ikinci qrupdur, Z-in isə 5-ci qrup. Oktet qaydasına görə biz belə düşünə bilərik ki, birinci, ikinci, üçüncü qrup metallar olduğundan bunlar xarici elektron təbəqəsini oktet qaydasını tamamlamaq üçün verir elektronlarını. Yəni Y ikinci qrupda yerləşir, 2 valent elektronu var və 2 elektronu verdikdən sonra müsbət 2-yə çevrilir. Z isə 5-ci qrupda yerləşir. Bu oktet qaydaya tamamlanmaq üçün elə 3 elektronu alıb mənfi 3-ə çevriləcək. Yəni bir də deyirəm qaydanı. 1, 2, 3-lər həmişə öz elektronlarını verir və müsbət qrupuna çevrilir. Tutaq ki, birinci qrup müsbət 1 olur, ikinci qrup müsbət 2, üçüncü qrup müsbət 3. Niyə görə? Çünki metallar elektronlarını verirlər oktet qaydaya tamamlanmaq üçün. Onlara elektron almaq sərf eləmir. Amma 4-cü, 5-ci, 6-cı, 7-ci qrup elementləri isə oktet qaydaya bənzəmək üçün, yəni 8-ə tamamlanmaq üçün, məsəl üçün 5-ci qrup elementləri 8-ə tamamlanmaq üçün 3 elektron alacaq, mənfi 3 olacaq. 6-cı qrup elementləri 8-ə tamamlanmaq üçün 2 elektron alacaq, mənfi 2 olacaq. Və buradan çıxardırıq ki, Y2, daha doğrusu Y-in 3-ü gedir Y-in ayağına, Z-in 3-ü Y-in ayağına, Y-in 2-si isə gedir Z-in ayağına. Yəni çarpaz veririk də, belə də baxa bilərsiniz ki, küp 6-dır, 6-nı 2-yə böləndə 3 eləyir, 6-nı 3-ə böləndə 2 eləyir. İndi bunu tapdıqdan sonra birləşmə molekulunda protonların mol sayını istəyir. Əslində yetərincə mərhələli sualdır. Bizim əgər birləşmənin formulu Y3 Z2-dirsə, Y-in proton sayı nə qədər olacaq? Əgər bizim X-imiz ikinci dövr üçüncü qrup idisə, X ikinci dövrdür, Z üçüncü dövrdə yerləşir, Y isə dördüncü dövrdə yerləşir. Dördüncü dövrdə yerləşən Y ikinci qrupda yerləşirsə 4s2 elektron formuna malikdir. Və bunun da proton sayı Y üçün bir kənarda qeyd edirəm. 20-yə bərabərdir. Çünki 4s2 20 proton sayına malikdir demək. Və Z-im isə 3-cü dövr 5-ci qrup elementidir. İndi isə baxıram Z-ə. 3-cü dövr 5-ci qrup elementi 3s2 3p3 elektron formuna malikdir və Z-in proton sayısı 15-ə bərabərdir. 3s2 3p3 olduğuna görə. İndi bizim 3 dənə Y-imiz və 2 dənə Z-imiz var. 3 dənə Y-imiz 60, 20-ni 3-ə vururam. Və 2 dənə Z-imiz isə 30. 60-la da 30-un cəmi proton sayı eləyir 90. Baxırıq ikinci suala. X3 müsbət iyonunda olan elektronun sayı, baxıram, deməli X3 müsbətdir. S16 2 mənfidə olan elektron sayından, yəni 18-dən 3 vahid çoxdur. Yəni 21 dənə elektronu var. Deməli, X-in proton sayını tapmaq üçün 21-in üstünə 3 gəlirik, eləyəcək 24. Proton sayı 24-dür. Və biz X24-ü açanda bilirik, istisna var idi, uçurum idi, elektron uçurumu. 4s1 3d5 elektron formuna malikdir. Və X-in xarici elektron təbəqəsində neçə tək elektronu var? S-də 1 dənə, D-də 5 dənə. Cəmi 6 dənə tək elektronu var. Yəni bunu çaşıb 4s2 3d4 kimi doldurmayın. Çünki bu uçurum idi. D4 və 9 ola bilməzdi. 4s1 3d5. Baxıram 3-cü suala. İyonlar verilibdir. Protonlarının mol sayı A-dır. Elektronların mol sayı N-dir. Deməli, M üstəgəl N cəmsi 36-ya bərabərdir. Baxıram. Deməli, bunu bir kənardan qeyd eləmək istəyirəm. Deməli, X3 mənfi, protonların sayı A-dır və elektronların sayı N-dir. Y2 mənfi, protonların sayı B'dir,
elektronların sayı m-dir. İndi mən burada n-i necə tapa bilərəm? N bərabərdir a çıxılsın -3-ə, yəni a üstə gəl 3-ə. M də bərabərdir b çıxılsın -2-yə, yəni b üstə gəl 3-ə, 2-yə. Və burada da deyir ki, m üstə gəl n 36-ya bərabərdir. Deməli, bunun cəmi 36-dırsa əgər, a üstə gəl b üstə gəl 5 bərabərdir 36, a üstə gəl b bərabərdir 31. Və bunu da bildik, a üstə gəl b 31. Və y4 müsbəti də verir hələ bizə. Deyir, bunun proton sayı b-dir, elektronların sayı 0,8a-dır. Və buradan da baxıram ki, 0,8a, yəni elektron sayı b-4-ə bərabərdir. Və gətirib burada yerinə qoysaq, a üstə gəl b bərabərdir 31-də, birini əvəzləsək. Məsələn, biz b-nin yerinə nə qoya bilərik? Buradan biz b-ni tapsaq, 0,8a üstə gəl 4. Gətirib aşağıda qoyuram yerinə. A üstə gəl 0,8a üstə gəl 4. Çünki bu məndə b-nin qiyməti idi axı. Bərabərdir 31-ə. Və 1,8a bərabərdir 27. A-nın da qiyməti 27 bölünsün 1,8. Vergülü silirəm. Hər iki tərəfi 9-a bölürəm. Eləyir 1,5. Ona da vuranda 15. Deməli, A-nın qiyməti edəcək 15. Əgər A-nın qiyməti 15-dirsə, onda B-nin qiyməti edəcək 16. Və bizdən nə istəyir? Baxaq. Deməli, bizdən istədiyi B-ni tap demək. B-nin qiyməti 16-dır. Düzgün cavab olacaq burada B variantı. Sonra 4-cü sual. Dövrü sistem cədvəlinin verilmiş hissəsindəki əsas yarım qrup elementləri üçün hansı ifadə doğru deyil? Deyir ki, Z daha qüvvətli reduksiya edicidir. Bəli, bu düzdür. Bizdən doğru deyil istəyir. Çünki yuxarıdan aşağı reduksiya edicilik qabiliyyəti artır, sağdan da sola artır. Yəni, istiqamət bu istiqamətə artır və yuxarıdan aşağı artır. Reduksiya edicilik. İndi 2-yə baxıram. R daha güclü oksidləşdiricidir. Xeyr, M R-dən də güclü oksidləşdiricidir. Çünki yuxarıdan aşağı oksidləşdiricilik azalır. Ən yuxarıdakının oksidləşdiriciliyi daha güclüdür. R səhvdir. Biz səhvi istəyir də. Biz 1 əslində düzgün idi. 2 səhv idi. Mən səhvləri, düzləri yazacağım 5-ə qədər. Sonra səhvləri içindən minusları seçəcəm. 3-ə baxıram. M-in atom radiusu ən kiçikdir. Yuxarıdan aşağı atom radiusu artır, soldan sağa da azalır. Deməli, həqiqətən M-in atom radiusu ən kiçikdir, yəni bu doğrudur. 4-ə baxıram. R-in atom radiusu Y-in atom radiusundan böyükdür. Soldan sağa getdikcə atom radiusu kiçilir. Y-də daha böyükdür. Ona görə 4 səhvdir. Və 5-ə baxıram. İyonlar X-in protonların sayı ən azdır. Həqiqətən 5-də doğrudur. Və səhv ifadələr 2 ilə 4-də düzgün cavab olacaq C variantı.